Əziz tələbələr, şagirdlər və müəllimlər. Bildiyiniz kimi Dövlət İmtahan Mərkəzi hər bir fənn üzrə, qəbul fənləri üzrə 20 sınaq imtahanı hazırlayır və biz bu gündən etibarən birinci qrup üzrə, riyaziyyat informatika alt qrup üzrə hazırlaşan şagirdlər üçün hazırlanmış informatika 20 sınaq variantı kitabının sınaqlarının bir-bir izahını edəcəyik. Başlayaq birinci sınavdan. Sınavda informasiya və informasiya prosesləri, informasiya təhlükəsizliyi, informasiyanın kodlaşdırılması və miqdarının ölçülməsi mövzuları yer almışdır. Keçək ilk sualımıza. İnformasiyanın neçə növü var? İnformasiyanın növlərini sayaq. Səs, qoxu, dad, vizual, daktil. Səs, qoxu, dad, vizual, daktil informasiya. Yəni informasiyanın 5 növü var. İnformasiyanın xassələri: aktuallıq, etibarlılıq, tamlıq, obyektivlik, anlaşıqlılıq. Xassəsi deyil. Hansı variant? Y variantı. Diskretlilik. Çünki diskretlilik informasiyanın yox, alqoritmin xassəsindən biridir. Üçüncü sual. İnformasiyanın emal prosesidir. İnformasiyanın bildiyimiz kimi emal prosesi 4 mərhələdən ibarətdir. İnformasiyanın axtarılması, informasiyanın çeşidlənməsi, informasiyanın kodlaşdırılması və yeni informasiyanın yaradılması. Ona görə də burada informasiya emal prosesi mətnin tərcümə edilməsidir ki, bu da informasiyanın kodlaşdırılması bölməsinə aiddir deyək. İnformasiyanın kodlaşdırılması deməkdir. İnformasiyanın növü deyil. İnformasiyanın növlərini bir qədər əvvəl saydıq birinci sualda. Burada video informasiya informasiya növü deyil. Çünki video informasiya informasiyanın təqdim olunma formalarından biridir. Uyğun variant A variantı olar. 5-ci sual. İnformasiyanı qəbul edəcək şəxsin başa düşdüyü şəkildə verilməsi informasiyanın hansı xassəsinə aiddir? Bu anlaşıqlıq xassəsi olacaq. Buna uyğun variant D variantı olar. Doğru ifadəni müəyyən edin. Cari zamana uyğun olan informasiya aktualdır. Elə doğru variantda bu olacaq. Doğrudan da aktual informasiya cari zamana uyğun olan informasiyadır. Sezar üsulu ilə şifrələnmiş film sözünün şifrini müəyyən edin. Sezar üsulu ilə şifrələnmədə bildiyimiz kimi hərflər verilmiş əlifba üzərində bir neçə vahid sağa və yaxud da sola doğru sürüşdürülə bilər. Amma bu sürüşmə hər bir hərfi eyni vahid sürüşdürür. Ona görə də biz baxırıq ki, variantlarda 3 variant B hərfi ilə başlayır, 2 variant A hərfi ilə başlayır. Tutaq ki, A hərfi ilə başlayıb. Onda F-dən A-ya keçmək üçün neçə vahid sürüşmə lazım olub, ona fikir veririk. Deməli, F, F və A hərflərinə fikir versək, görürük ki, sola doğru 1, 2, 3, 4, 5 vahid sürüşmədir. Yəni, bunun şərti olaraq -5 kimi qiymətləndirək, -5 vahid sürüşmədir. Ona görə də əgər F -5 vahid sürüşübsə, onda I hərfi də -5 vahid sürüşməlidir, yəni sola sürüşməlidir. 1, 2, 3, 4, 5 oldu D hərfi. Yəni, A-dan sonra D gəlməli idi. Amma variantların heç birində A-dan sonra D gəlmir. Çünki film sözündə I-dən sonra 5 vahid sürüşmə olmalıydı. 5 vahid. 1, 2, 3, 4, 5. Yəni D hərfi olmalıdır, amma burada E hərfidir. Bunlar ola bilməz. Deməli, yerdə qaldı 3 variant. 3 variant qaldısa, onda 100% bu söz B hərfi ilə başlayır. Yəni, F B-yə keçib. İndi fikir verin, F B-yə keçibsə, 1, 2, 3, 4 vahid, -4 vahid sürüşmədir. Yəni, burada hərfləri 4 vahid sola sürüşdürmək lazımdır. Onda sözün sonuna fikir verin, M hərfi. M hərfini də sola sürüşdürsək, 4 vahid, 1, 2, 3, 4. Onda I alınır. I alınırsa, onda C variantda getdi. Təbii ki, bu A, D gediblər. Qaldı B-hi və son 2 variant İ'dir. Hər iki variantda deməli, sonuncu hərf İ'dir. Amma ikinci hərf fərqlidir. Biri E, biri F-dır. F-dir. Ona görə də nə edirik? Biz ikinci hərfi dəqiqləşdirsək, cavabı tapmış oluruq. Bildiyimiz kimi 4 vahid sola sürüşübsə, I hərfini də biz 4 vahid sola sürüşdürməliyik. Onda I hərfini 4 vahid sola sürüşdürsək, 1, 2, 3, 4. Göründüyü kimi E hərfi alınacaq.
Yəni ikinci hərfimiz E olmalıdır. Ona görə də uyğun variant B variantı olacaq. Keçdik. 8-ci sual. Sezar üsulu ilə şifrələnmiş disk sözünün şifrini K bərabər 5 olarsa müəyyən edin. Yəni bu deməkdir ki, disk sözündəki hər bir hərf 5% sağa doğru sürüşəcək. Ona görə də biz D hərfini 5% sürüşdürməliyik. D hərfi buradadır. 1, 2, 3, 4, 5. Oldu I. Sürüşdürmə zamanı şagirdlər xüsusilə diqqətli olmalıdırlar ki, D-nin özü sayılmır. D-dən sonra 5% sürüşdürürük. D-nin özü sayılmır. Ona görə də E, F, C, H, I belə deyək də, yəni I-yə düşür. Avtomatik bu gedir, yerdə qaldı bu 3 variant. Son hərfə fikir verək. Son hərf diskdə K hərfidir. Deməli, onu 5% sürüşdürsək, 1, 2, 3, 4, 5, yəni P hərfinə gəlib düşəcəyik. A variantı getdi. Yerdə qaldı 2 variant. Göründüyü kimi, üçüncü hərflərimiz fərqlidir. Y və X-dır. Ona görə də biz nə edirik? S hərfini 5% sağa sürüşdürürük. S hərfini 5% sağa sürüşdürsək 1, 2, 3, 4, 5%. Yəni X hərfi olacaq. Ona görə də üçüncü hərfimiz X hərfi olur. Yəni uyğun variant Y variantı olacaqdır. Bu şəkildə. Y variantı. Keçdik 9-cu suala. Şagird Paint proqramında ağ-qara təsviri rəngləyir. O bu təsvir üzərində hansı informasiya prosesini yerinə yetirir? Şagird rəngləmə edirsə, deməli bu emaldır. Çünki o yaradıcılıq eləyir. Yəni yeni informasiya yaradır. Bu şəkildə emal sayılır. Keçdik 10-cu suala. İnformasiyanın qrafiki təqdim olunmasına aid deyil. İnformasiyanın qrafiki təqdim olunmasına aid deyil. Qrafiki təqdim olunma, yəni şəkil formasında təqdim olunma. Aydındır ki, burada foto şəkil görünür, gözlə görünən bir şeydir. Çertyojdur görünür, diaqramdır görünür, sxemdir görünür. Amma səs yazısı görünmür. Ona görə də uyğun variant C variantı olar. 11-ci sual. Hansı növ antiviruslar vaksinləşmə yolu ilə virusları aldadaraq proqramların yoluxmasının qarşısını ala bilər? Antivirusların təriflərini hər birini yaxşı bilmək lazımdır. Çünki 2023-cü də qəbul olunan bir sual düşüb, yəni buna oxşar sual düşüb, antivirusların təsnifatı. Bildiyimiz kimi detektorlar, əməli yaddaşlar və RAM-da olan, özünə məlum olan viruslar axtarıb tapır. Həkimlər virusları neytrallaşdırır, yəni tapır və sağaldır virusları. Daha sonra immunizatorlar, vaksinlər var. Bu viruslar faylları elə şifrələyir ki, sanki onlar artıq virusa yoluxmuşlar. Bu zaman antivirus vaksinlər faylları qorumuş olur. Çünki viruslar həmin faylları yoluxmuş hesab edərək onları yoluxmur. Ona görə də elə bu sualın cavabı da immunizatorlar və yaxud da vaksinlərdir. Müfəttişlər isə cari zaman ilə əvvəlki zamanların fərqini müəyyən edir. Yəni, kompüterin əsas qurğularında, xüsusilə də faylların çox toplandığı yerlərdə, RAM-da, xarici yaddaşda daimi monitorinqlər aparır müfəttişlər və onlar dəyişiklikləri qeydə alırlar. Süzgəclər əməliyyat sistemi edilən müraciətləri tuturlar və deməli, təhlükəli əməliyyatlara nəzarət edirlər. Beləliklə, bizim variantımız oldu D variantı immunizatorlar. Keçdik 12-ci suala. İnformasiyanın kompleks mühafizə sisteminə aid deyil. İnformasiyanın kompleks mühafizə sistemini bunu da qayda olaraq bilmək lazımdır. Proqram aparat mühafizəsidir, təşkilati mühafizədir, qanunverici mühafizədir, mühəndis texniki mühafizəsidir. Burada şəxsi mühafizə deyilən anlayış yoxdur. Uyğun variant C variantı olar. 13-cü sual. Antivirus proqramı deyil. Antivirus proqramı olmayan proqram burada D variantıdır, disk defragmentordur. Disk defragmentor deməli, xarici diskdə, yəni sərt diskdə faylların yenidən qruplaşdırılmasını və optimal şəkildə boş yerlərə yazılmasını təmin edən proqramdır. Ona görə də digərləri antivirusdur, disk defragmentor isə antivirus yox, xidməti proqramların bir növü olan, faylları optimallaşdıran, diski optimallaşdıran və bir növ diski səliqəyə salan proqramdır. 14-cü sual.
Uyğunluğu müəyyən edin. Əməliyyat sistemini yaxşı bilən və onun nüvəsini yenidən proqramlaşa bilən kompüter prosesləri. Bunlar hakerlərdir. Haker. Müxtəlif proqramların üzünün çıxarılmasına qoyulan müdafiəni ləğv edə bilən, lakin proqramın zəif yerlərini araşdırıb tapa bilməyən mütəxəssislər. Bunlar crackerdir. Və haker hissəsində kifayət qədər biliyə malik olmayan, lakin digər hakerlərin utilitlərindən istifadə edərək kompüterlərin təhlükəsizlik sisteminə ziyan verə biləcək mütəxəssislər. Bunlar da skript kidlərdir. Ona görə də yəni birinci orada hakerdir, bir də B-bəndə uyğundur. İkincisi crasherdir, buna uyğundur C variantı. Üçüncüsü isə script kiddir, buna da uyğundur A variantı. BCA uyğun variant Y variantı olar. Keçirik 15-ci suala. Bazar günü Arif dostun evinə qonaq getdi. Dostu ona qarşıdakı dayanacaqdan avtobusa minib geri qayıda biləcəyini dedi. Arif dayanacaqda 3 fərqli nömrəli avtobus gördü və anladı ki, dostunun verdiyi informasiya ona geri qayıtmaq üçün qərar qəbul etməyə kifayət eləmir. Dostun verdiyi informasiyanın hansı xəssəslənmir? Əgər informasiya kifayət etmirsə, yəni natamamdırsa, deməli, təbii ki, tamlıq xəssəsi doğru olmayacaq. Ümumiyyətlə, tamlıq xəssəsini açıq söz olaraq informasiya miqdarı ilə yadda saxlaya bilərsiniz. Yəni, informasiya miqdarı yetərli deyilsə, deməli, informasiya tam deyil. 16-cı sual. Uyğunluğu müəyyən edin. Cari zamana uyğun olan informasiya. Bu aktual informasiyadır. Cari zamana uyğun olan informasiya aktual informasiyadır. Buna uyğundur B variantı. Ayrı-ayrı mənbələrdən eyni obyekt haqqında alınan və üst-üstə düşən informasiya etibarlı olur. C variantı uyğundur. Başqasının fikrindən asılı olmayan informasiya obyektivdir, bu Y variantı uyğundur. Beləliklə BCY harda var? Elə A variantında var. Anlaşılan informasiya, yəni başa düşülən informasiyadır. Tam informasiya isə məlumatı anlamaq üçün yetərli miqdara malik olan informasiyadır. Keçirik 17-ci suala. Kompüter virusların qorunma səviyyələrinə aiddir. Burada virusların kompüterə daxil olunması, qarşısı alınması 3 səviyyə var. Birinci səviyyə. Virusların hücumlarının qarşısı alınması, bu ikinci səviyyədir. Və virus hücumlarının təsir minimuma endirilməsi, bu da üçüncü səviyyədir. Uyğun variant 1, 4, 5, yəni A variantı olar. Keçirik 18-ci suala. İnformasiyanın biometrik mühafizə sistemlərinə aiddir. Biometrik mühafizə sistemləri gözün qüzeyli qişasıdır. Biri budur. Nitqin özəllikləridir. Barmaq izinə görə tanınmadır. Üzün rənginə görə tanınma deyil. Üzün cizgilərinə görə tanınmadır. Ümumiyyətlə onları başdan sayaq. Deməli, gözün qüzeyli qişası, ovucun içi, üz, nitqin özəllikləri və barmaq izi. Bax, bu əsas bu 5 biometrik vasitə, deməli, informasiyanın biometrik mühafizə sistemlərinə aiddir. Ovucun temperaturuna görə deyil, ovuc sözü çaşdırmasın, üzün də rənginə görə deyil. Bu da bizi çaşdırmasın. Yəni, uyğun variant 1, 3, 4 olar, B variantı olar. 19-cu sual. Uyğunluğu müəyyən edin. İctimaiyyətə məxsus olan proqram təminatı. Public domain software. Public domain software bu cür proqram təminatları sərbəst olaraq üzü köçürülə bilir və müəllifi hüququ ilə qorunmayan proqram təminatıdır. Yəni, buna uyğun variant, birə uyğun variant, B variantı olar. Şərti ödənişsiz proqram təminatı. Şərti ödənişsiz proqram təminatı əsasən müəllifi hüququ ilə qorunan və pulsuz yayılan proqram təminatıdır. Hüquqları qorunur, amma pulsuz yayılır. Buna uyğun variant Y variantı olur. Bir də üçüncü hansıdır? Özəl proqram təminatı, proprietary software. Bu isə müəlliflərinin və yaxud da qanun sahiblərinin xüsusi mülkiyyəti olan proqram təminatıdır. Buna uyğun olan variant isə, üçüncü uyğun olan variant isə C variantı olar. C variantı. Sonra, bəs orada, deməli, biz BYS-ni dedik, A variantı nədir? İlkin koda daxil olmaqla ödənişsiz yayılan proqram təminatı. Bu freeware-dir.
Sonra orada hansını deməmişik? D-bəndi. Gəlir əldə etmək məqsədi ilə yaradılmış proqram təlimatı. Bu da commercial, yəni biznes məqsədləri üçün istifadə olunan commercial software-dir. Beləliklə bizim sualımızın cavabı nə olur? 1B, 2Y, 3C olur. Uyğun variantımız Y variantı olur. Keçirik növbəti suala. 20-ci sual. Mətn informasiyası. Buna uyğundur. Şeir, hekayə, reklam yazısı. Yəni, bir də Y variantı uyğundur. Ədədi informasiya, riyazi ifadələr, tarix, zaman verilənləri buna uyğundur. A variantı. Səs informasiyası isə suyun şırıltısı, telefon zəngi, quşların səsi buna uyğundur. B variantı. Digər variantları varmı? Yoxdur. Yəni YAB. YAB. Buna uyğun variant C variantıdır. Bəs orada baxmadığımız variantlar, deməli, C variantı film, klip, video çarx, bu video informasiyadır və yaxud da kombin olunmuş informasiyadır, görüntü ilə səsin. Sonra orada D variantında şəkillər, sxemlər, çertözlər, bu da qrafik informasiyadır. Yəni şəkil formatında olan informasiyadır. Beləliklə uyğun variantımız C variantı olmuş olur. 21-ci sual. Süzgəc antivirus proqramlarının fəaliyyəti. Bir daha abituriyentlərə tövsiyə edirəm ki, antivirusları hər birinin təyinatını dəqiq bilmək lazımdır. Süzgəc antivirusların təyinatı əməliyyat sisteminə edilən müraciətləri tutur və təhlükəli əməklərə nəzarət edir. Buna uyğun variant A variantıdır. Bəs B variantı nədir? Təkcə yoluxum faylları aşkarlanmır, həm də onları ilkin vəzdə qaytarmağa çalışır. Bu faqlar və yaxud da doktorlardır. Bəs C variantı nədir? Vaksinləşmə yolu ilə virusları aldadaraq. Bunlar immunizatorlardır. Və yaxud da vaksinlər. İmmunizator, vaksin. Belə. D variantı nədir? Hər hansı məlum virusa yoluxmuş faylları aşkarlamağa imkan verir. Bu detektorlardır. Yəni buna uyğun variant olsaydı detektor olacaqdı. Əməli yaddaşda və xarici qurğularda yalnız onlara məlum virusların axtarışını təmin edir və onlar tapılır. Bu da detektorlardır. Detektorlar. Beləliklə bizim variantımız A variantı olmuş olur. 22-ci sual. İnformasiyanın yadda saxlanma prosesi deyil. Mətnin oxunması, şagirlərin siyahıya alınması, dəftərdə qeydlərin aparılması, informasiyanın diskə yazılması, cədvəldə verilənlərin qeydə alınması. İnformasiyanın yadda saxlanması deyirsə, biz onu hansısa bir xarici yaddaş qurğularını deyək və yaxud da informasiya daşıyıcılarında saxlaya bilərik. Məsələn, informasiyanı diskə yaza bilərik. Dəftərdə saxlaya bilərik. Siyahıda saxlaya bilərik. Cədvəldə qeyd edə bilərik. Amma mətnin oxunması, bu hələ yadda saxlama deyil. Sadəcə bu informasiyanın qəbuldur bu. Yəni deyil, A variantı olur. Keçdik 23-cü suala. İnformasiyanın ötürülməsi prosesində iştirak edən elementləri ardıcıllıq etməkdir. Orada bir ardıcıllıq belədir ki, mənbə, kodlaşdırıcı qurğu, rabitə kanalı, dekodlaşdırıcı qurğu və qəbul edici. Burada deməli bu şəkildə mənbə, kodlaşdırıcı, rabitə kanalı, dekodlaşdırıcı, qəbul edici. Ona görə də ilk olaraq mənbə olur 3, kodlaşdıran qurğu 5 olur. Sonra rabitə kanalı 2 olur, 2. Sonra dekodlaşdırıcı qurğu 4 olur və qəbul edici də 1 olur. 3, 5, 2, 4, 1. Uyğun variant. Variant yoxdur, açıq sualdır. Bu şəkildə. 3, 5, 2, 4, 1. 24-cü sual. Troyan viruslarının növlərini müəyyən edin. Troyan viruslarının 3 növü var. Bu, onun sinif informatika kitabında da var. Dövlət İmtahan Mərkəzinin nəzəri kitabında da var. Uzaqdan idarəetmə proqramlarıdır, casuslardır və reklam proqramlarıdır. Müfəttişlə detektorlar, bunlar antivirus növləridir, virus növləri deyil. Keçdik 25-ci sual. Müəllim dərs izah edərkən şagirdlər hansı növ informasiya qəbul edir? Şagirdlər həm müəllimi görürlər, burada görmə informasiyası var, həm də səsini eşidirlər. Yəni, uyğun variant 1 və 2. 26-cı sual. İnformasiyanın biometrik mühafizə sistemlərinə aid olanı müəyyən edin. İnformasiyanın biometrik mühafizə sistemləri əvvəlki sualların birində bundan danışdıq. Barmaq izinə görə tanınmalı. Birinci bənd. Ayaq izi yoxdur. Üzə görə tanınmalı. 3-cü olur. Dırnağa görə deyil. Nitqin özəliyinə görə tanınma olur. Bəli, uyğun variant
1, 3, 5. 1, 3, 5. Uyğun variantdır. Keçdik. 27-ci sual. Uyğunluğu müəyyən edin. İnformasiyanın xassələri ilə informasiyanın prosesləri. İnformasiyanın xassələrinə burada aiddir. Deməli, A bəndi ötürülmə bu proseslərə aiddir. Bunu yazıram ikinciyə. B bəndi diskretlik ümumiyyətlə algoritmin xassəsidir. Bu ümumiyyətlə informasiya aid deyil. C bəndi tamlıq, bəli, bu xassədir. D variantı anlaşıqlılıq, bəli, bu da xassədir. D variantı. Y variantı emal, bəli, bu prosesdir. Buna da uyğundur Y variantı. 1-ə uyğundur C-də, 2-yə uyğundur A-yə. Keçdik. 28-ci suala baxaq. Burada deyir ki, Apple sözü. Kabir, home sözü qayçı açarla Sezar üsulu ilə şifrələnərək uyğun olaraq ETTP və KRPH ifadələri ilə alınıb. Kabir və qayçı açarlarına uyğun olaraq təyin edilib, yeni K bərabərli kabir plus qayçı qiymətinə uyğun olaraq table sözünün şifrini müəyyən edilib. Biz baxırıq ki, Apple sözü bu ETTP sözünə keçibsə, onda A-E-yə keçib. Baxırıq ki, A-dan E-yə gəlmək üçün biz neçə vahid addımlamalıyıq? 1, 2, 3, 4. Deməli, K1-imiz olur 4. Sonra baxırıq ki, home sözü KRPH belə bir sözə çevrilir. Onda deyirik ki, H hərfi K hərfinə keçmişdir. Baxaq görə əlifbada H-dan K-yə getmək üçün neçə vahid getmək lazımdır? 1, 2, 3 vahid getmək lazımdır. Ona görə də bizdə də K2 olur 3. 3 olur. Deməli, biz K bərabərdir K1 plus K2. Onda bizim K-mız neçə olur? K-mız olur 7. K-mız olur 7. Və K-mız 7 olandan sonra biz table sözündə hər bir hərfi 7 vahid sağa sürüşdürməliyik. Onda hər bir hərfi 7 vahid sağa sürüşdürəcəyik. Gəlin bunu icra eləyək. Deməli, row. Gəlin bunu icra eləyək. Table sözünü 7 vahid sağa sürüşdürməliyik. Table. T hərfini 7 vahid sağa sürüşdürsək. 1, 2, 3, 4, 5, 6 bitdi. Deməli, başa qayıdır. 7. Yəni, olur A hərfi. Sonra A hərfini sürüşdürsək 7 vahid. 1, 2, 3, 4, 5, 6, 7. Olur H. Sonra B hərfinə baxarıq. B-ni da 7 vahid sürüşdürsək olacaq I. Sonra L hərfinə baxırıq. L-ni 7 vahid sürüşdürsək 1, 2, 3, 4, 5, 6, 7. Oldu S. S hərfi oldu. Sonra deməli, sonra bir qaldı E hərfi. E hərfini sürüşdürsək 7 vahid. 1, 2, 3, 4, 5, 6, 7 olur L. Yəni, Ahisl adında belə bir söz alınmış olur. Keçirik növbəti suallara. 28-ci sual. 28-ci sualı tapmaq üçün biz nə edirik? Bu cür silmək göründüyü kimi yaxşı olmadı. Onda biz nə edəcəyik? Ümumiyyətlə, lövhəni təmizləyək. 28-ci sualda biz bitirdik. 28-ci həll etdik. Keçək 29-cu suala. 29-cu sualda bizə deyir ki, A bərabər 2 dəyişəninə 1, 3, 2, 1, 3, 1 əmrlərin nömrəsidir bu. Ardıcıllığını tətbiq etsək, hansı nəticə alınacaq? Bunu etmək üçün biz nə edirik? Başlayırıq ardıcıllığa. Deməli, A neçədir? A 2-dir. Draw eləyək. Yazırıq. A bərabər 2. Birinci əmr nədir? 2-nin üzərinə 1 gəlmək. 1 gəlirik. Oldu 3. Bir qədər səliqəli olsun. Burada PDF-in üzərində yazmaq bir qədər çətindir. Oldu 3. 3 oldu. 3. Nəticəni, sonra 3-cü əmr. 3-cü əmr nədir? Alınan nəticədən 2 çıx. 3-dən 2 çıxırıq. Alındı 1.
Növbəti əmrin nömrəsi 2-dir. Yəni 1-i kvadratı yüksəlt. 1-in kvadratı 1. Daha sonra birinci əmr. 1 əlavə et. 1 üstə 1, 2. Daha sonra üçüncü əmr. Yəni 2-dən 2 çıx. 0. Daha sonra birinci əmr. 0 plus 1 cavab olar 1. Ona görə də yekun cavab 1 olur. Yəni burada əmrlərin nömrələri var. Ona uyğun hərəkət edirik. Əvvəl 1 yazıb 2-nin üzərinə 1 əlavə edirik. Daha sonra 3 yazıb, yəni 3-cü əmrə baxırıq. 3-dən çıxırıq 2-ni. Oldu 1. Sonra 2-ci əmr. 1-in kvadratı oldu 1. Sonra 4-cü əmr. 1 üstə 1 oldu 2. Sonra yenə 3-cü əmr. 2-dən 2 çıxırıq 0. Sonra yenə 1-ci əmr. 0 plus 1 cavab oldu 1. Bu şəkildə. 30-cu sual. Rəqəmlərin müxtəlif olan ixtiyari 3 rəqəmin natural ədədin rəqəmlərinin kvadratları yanaşı yazılaraq yeni ədəd alınır. Alınmış yeni ədədin rəqəmləri cəminin ən çoxu neçə ola biləcəyini müəyyən edin. Burada bir şey nəzərə almaq lazımdır ki, hansı rəqəmlərin kvadratları daha böyük rəqəmlərdir, daha böyük rəqəmlərdən ibarətdir ki, cəmləyəndə daha böyük rəqəm alınsın. Məsələn, bildiyimiz kimi 1-in kvadratı 1-dir, 2-nin kvadratı 4-dür, 3-ün kvadratı 9-dur, 4-ün kvadratı 16-dır, 16-nın rəqəmləri cəmi 7 eləyir. 5-in kvadratı 25, rəqəmlər cəmi 7 eləyir. 6-nın kvadratı 36, rəqəmlər cəmi 9 eləyir. 7-nin kvadratı 49, rəqəmlər cəmi 13 eləyir. 8-in kvadratı 64, rəqəmlər cəmi 10 eləyir. 9-un kvadratı 81, rəqəmlər cəmi 9 eləyir. Göründüyü kimi, ixtiyari bu 10 rəqəminin hansılarının kvadratları daha böyükdür, hansılarının kvadratlarının rəqəmləri cəmi daha böyükdür. Ona fikir verəndə görürük ki, bu əsasən 6-dır, 7-dir, 8-dir, 9-dur. Və burada 6 ilə 9, hər ikisinin kvadratı 36 və 81, rəqəmlər cəmi eynidir, 9-a bərabərdir. Ona görə də hər hansı birini götürsək olar. Yəni 6 ilə götürə bilərik 6, 7, 8 və yaxud da 7, 8, 9. Heç fərq eləməz. Olsun 7, 8, 9. 7, 8, 9-un kvadratlarını yazırıq. 49, 64, bir də 81. Bu rəqəmlərin də cəmini hesablasaq 13, 19, 23, 31 və 32. Yekun variant olar. Doğru cavab 32. Bu şəkildə deməli, birinci sınağın izahı bitdi. Diqqətinizə görə minnətdaram. Növbəti sınaqlarda görüşərik.